bir səhvi bilərək etmək, bir səhvi marifsizlikdən etmək. Bayaq bir məqam qeyd etdiniz. Qeyd etdiniz ki, orada bu qətliamı törədən və onlara kömək edən şəxslərə səhv məlumatlar verilmişdi. Onlar başqa cür tanıyırdılar. Amma bilərək etən bir tayfa da var idi. Mütləq başda oturanlar. Hətta Sa'd bin Əbu Vakkas var. Sahabe-i kiram arasında zirvə bir insandır. Ömer bin Sa'd, onun oğlu. Düşünün, bir vali məqamına oturulacaq. Nəsli nəcavəti, keçmişi var. Həzrət İmam Hüseyin əleyhissalamın qarşısına onu çıxarırlar. Bilirsiniz niyə çıxarırlar? Deyirlər ki, sən çıx ki, cəmaat görsün ki, sən ona qarşı çıxırsan. Siyasi rol oynayır, elə də. Bəli, burada tam elə deyil ki, yəni burada ola bilsin ki, o 4000 deyilir, 14000 deyilir, 30000 deyilir. Təbii bunun içərisində minlərlə insan aldadılıb. Buna inandıq. Amma minlərlə insan da başa düşürdü bunu. Və bilirdi. Və bilməyənlər belə, o 3 günün içərisində belə gördülər ki, yox, bu insan əzan verdirir. Bu insan namaz qılır. Dedikləri kimi deyil. Nə qədər insan tövbə edib döndülər. İmamın xütbəsinə qarşı çıxdılar. Onun nitqini saxladılar. Çünki bilirsiniz, çox maraqlı bir nöqtədir ki, nə qədər maarifləndirmə başqa istiqamətdə aparılmış olsaydı da belə, Peyğəmbər Salavatullahı görmədən, düzdür, onun haqqında yaxşı şeylər danışırdılar, amma onu hiss edən, nəfəsini nəfəsi kimi hiss edən Üveys Qəranilər də var idi. Bilirsiniz, burada bir məqamda ortaya çıxır ki, sən o qəbul ediciliyə hazırsansa, onu görsən də, görməsən də onu hiss edə bilərsən, onu imam olduğunu anlaya bilərsən. Elə o 30.000, 14.000 dediyiniz qoşun ki var idi, marifləndirilməsi səhv aparılan. Onlar da bəlkə elə ona layiq idilər deyənə anlaya bilmirdilər. İkinci məsələni də qeyd edeyim, ağa müəllim. İkinci məsələ də ondan ibarət idi ki, bu məsələyə, bu mövzuya hansı gözlə baxırdı insan? Hansı aspektdən baxırdı insan? Bir döyüş kimi baxırdı, qənimətlər əldə edə biləcəyi bir mübarizə kimi baxırdı. Təbii ki, layiq olmaq dediyiniz məqam çox fərqli bir məqamdır. İnsanın bir şeyə layiq olması. Allahdan nəsə istəyirsənsə, gərək layiq olub istəyəsən. Layiq olmadığın bir şey istədiyin zaman, bilmirəm, bəlkə də bu dünyama, axirətdəmi, o qapılar necə açılacaq. Amma nə demək istəyirəm? Həqiqətən tövbə edirsənsə, tövbə içində bir zəlzələ olmalı. Sənin daxili dünyanın içinə gətirməli. Bütün içindəki bütün pislikləri atmalıdır. Yəni sıyrılıb çıxmalısan. Qurban kəsmək bir heyvan kəsmək deyil. Qurban kəsmək içəridəki bütün yezidi düşüncələri, yoğunlanmış o həsəd damarlarını kəsib qoparmaqdır. Layiq olmaq üçün gərək layiq olasan. Sevgidə də gərək layiq ola insan. Layiqli bir sevdalı olmaq. Gərək insan təmizlənsin ki, sevə bilsin. Qaldı baxış bucağına aspekt dediniz. Bu isə işin fərqli bir tərəfidir. Kərbəla hadisəsinin arxasında xilafətin səltənətə çevrildiyi bir dövrdən bəhs olunur. Fitnənin ayaq tutub yeridiyi bir zamandan danışılır. Ona görə imamın bu böyük zülmə qarşı haqq-batil savaşıdır. Biz Hüseyniyik. Millət olaraq, ümmət olaraq qərarımızı verdik. Allah bu yoldan, bu izdən bizi ayırmasın. Gerçəkdən imamın işığına, nuruna toplaşaq, Əhl-i Beytinin, əshabının yolunda birləşək. Quran başımızın üzərində şəmsiyə olsun, Allah birliyimizi, bərabərliyimizi əlimizdən almasın.